Osman, danışdığımız bu məlum toplum hansı ki hədisləri inkar edir. Bəli. Və deyir, Quranı birbaşa özünüz başa düşməliyik. Bunlar bəzi hallarda, misal üçün Musa Aleyhisselamın dövründə olan hadisələrdə və yaxud da Muhammed s.ə.v dövründə olan hadisələrdə qayıdırlar özlərinin dilini ensiklopediya. Və deyir ki, biz ancaq onların, yəni o vaxtdakı insanlar kimi başa düşə bilərik və o vaxtın, belə deyib, ensiklopediyasına qayıdır. Hədisi qəbul eləmir, ancaq ensiklopediyaya qayıdır. Buna münasibətiniz necə? Təbii ki, bəzən elə şeylər olur ki, onu izah eləməyə ehtiyac yoxdur. Yəni, aydındır. Yəni, ensiklopediyaya qayıdırsan, sünnəyə yox. Rafizilər, onlar sahabələri vurmaq üçün sünnəni inkar elədilər. Sahabələrin aradan gedməsi üçün sünnəni vurmaq lazımdır. Çünki sən Əbu Hureyranı vurmalısan ki, aydındır, hədisləri də vurasan. Və Əbu Hureyradan gələn hədisləri vurmalısan ki, Əbu Hureyranı vurasan. Sən kitablarında tapa bilərsən ki, onların İmam Buxarinin, Muslimin, İmam Malikin rəvayət etdiyi hədisləri rəvayət ediblər, raviləri yazmadan. Bilirsiniz niyə? Çünki raviləri açsan, aydındır, raviləri açsan, əhl-i sünnənin gətirdiyi sənət çıxır ortalığa. Yəni, raviləri götürüb, sünnəni atıb, nə-də orada axırda Əbu Hüreyrə çıxacaq ona görə. Amma məsəl üçün, nəfsinə uyğun gəlsə, Əbu Hüreyrədən rəvayət edəcək. Əbu Hüreyrənin rəvayətini yazacaq. Və yaxud da başqa firqələr. Nə uyğun gəlir, götürürlər, nə uyğun gəlmir, götürmürlər. Aydındır? Bu, onların halıdır. Nəinki onu, lüğətə dönürlər. Ərəb dilinə deyil, birinci ərəb dilini bilmir. İkinci də ki, ərəb dilinə necə dönürsən? Məsələn, necə dönürsən? Məsələn, ayələr var, bayaq zikr elədik. Necə dönürsən, necə tapırsan onu? Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini istəmirsən, dönürsən lüğətə. Necə, məsəl üçün, lüğətdə fə'təzilun nisə, qadınlardan uzaqlaşın. Hansı ensiklopediyada bu tapacaqsan olsan? Ki, o nə deməkdir və nə vaxtı təmizlənir, necə. Və sən necə biləcəksən ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, Allah o qadının səsini eşitdi ki, gəldi sənə yoldaşından şikayət elədi. Kim idi o qadın? Nə şikayət eləmişdi? Aydındır. Allah deyir ki, innehu fəkkərə və qaddar. O düşündü və imanın gedişdirdi. İman eləmədi. O kim idi? Fəqutilə keyfə qaddar. Ölsün onu. Necə gedişdirdi imanı? Sonra ayədə deyir ki, sən uslihi səqar. Biz onu oda atacağıq. Kimdir o? Ver Qurandan kimdir o? Deyirsən ki, o Valid ibn Muğiradır. Yox, sünnədə gəlib o. Aydındır. Peyğəmbər sallallahu aleyhi və səlləmə ayə nazil oldu. Namaz qıl, əqim salə. Namaz qıl. Necə namaz qıl? Təbii ki, tətbiq oldu da burada, tətbiq oldu. Tətbiq elədi bunu, necə tətbiq elədi? Məsələn. Və bir məsələ unutmuşdum, onu inşallah zikr eləyəcəm. Sünnənin vəhy olmasına dəlillərdən biri. Hansı ki, bu dərsdə yaddan çıxdı, eyb etməz. Allah Teala buyurur ki, qad nara təqalluba vəcihikə fissəmə. Biz sənin üzüvü səmaya çevirdiyi görürük. Fələnuvælliyənnəkə qiblətən tərdahə. Səni ürəyimin istəyib, razı qaldığın qibləyə tərəf yönəldəcəyik. Fəvəlli vəcihəkə şətralı məscidil haram. Üzünüzü məscid harama çevirin. Peyğəmbər sallallahu aleyhi və səlləm bundan qabaq hara namaz qılırdı. Qüdsə biz hədislə bilirik. Quranla. Hara namaz qılırdı. 1 il 6 ay. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm 1 il 6 ay qibləsi olub vəhy ilə, sünnə ilə, Quranda yoxdur. Müsəlmanların 1 il 6 ay qıldıqları namaz vəhy ilə olub və qiblə də olub. Elə deyil. Şatral məscidil haram, məscid haram Quranla bilirik. Düzdür? Ondan qabaq da 1 il 6 ay qılıblar hara?
Biz Qüds deyirik, biz hədisləri qəbul edirik. Miskinlər nə deyir? Yəni, onlar nə deyir? Desələr Qüdsə harada yazılıb? Quran-ı Kərimdə harada dəlil var ki, Qüdsə namaz qıl? Deməli, Peyğəmbər s.ə.v namazı vəhy ilə qılıb, qardaşlar. Yəni, Peyğəmbər s.ə.v üzünü hara gəldi çevirməyib. Vəhy ilə qılıb. Deməli, vəhy ilə Peyğəmbərə 1 il 6 ay qiblə göstərilib. Quranda da yoxdur, sünnədə gəlir. Deməli, sünnə vəhiydir. Vəhidir. Və mə yantiqu anil hava. O havadan danışmır. İn huva illə vəhiyyun yuhə. Bu ayə, təbii ki, mən bunları demək istəmirdim çox ayələri falan. Allah ki, eyb etməz, məcəl açılıbsa. Allah deyir ki, və mə yantiqu anil hava. O havadan danışmır. İn huva illə vəhiyyun yuhə. O ancaq vəhiy danışır. Peyğəmbər s.ə.v ancaq Quran danışır. Yoxsa belə danışıb da. Və mə yantiqu anil hava. Heç nə danışmır vəhiydən başqa. Öz havasından heç nə danışmır vəhiydən başqa. Peyğəmbər s.ə.v təkcə Quran danışmır. Aydındır. Əgər təkcə Quran danışıbsa, onda bəzi məsələlər şəriətdə qaldı qaranlıq. Məsələn, cənazə namazı. Allah deyir ki, onların cənazəsinin üstündə namaz qılma. Cənazə necə qılacaq? Deməli, qılıb da. Aydındır, necə qılacaq? Başqa namazda necə ayıracaq? Allah Teala deyir ki, ya eyyuhəllezine amenu, ey iman gətirənlər, İzə nudiyə lissalati fi yevmil cum'a. Cümə günü namaza çağırıldıqda, necə çağırır namaza? Məsələn, namaza necə çağırırlar? Məsələn, çıxır biri deyir ki, cəmaat gəlin namaza, bu da çağırmaqdır. Yəni, Allah Rasulun vaxtında necə idi namaza çağırmaq? Yox, biz aydındır, azan aydındır, biz azan qəbul edirik, biz azan veririk, iqamə də veririk. Amma biz soruşuruq, ey iman gətirənlər, namaza nida olunduğu zaman, çağırıldığı zaman Allahın zikrinə tələsin, alış-verişi tərk eləyin. Çağıranda, necə çağıranda? Məsəl üçün, necə desin? Namaza necə desin, gəlin. Desin, ay cəmaat, namazdır. Və bilsin ki, namazdır. Və desin ki, namaz. Yoxsa, nə desin? Desin, namaz vaxtıdır. Çağırmaq necədir? Allah o çağırmağı bəyan eləməyib. Nə bəyan edib biz o çağırmağı? Sünnə. Sünnə. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber və axıra qədər. Bu namaza çağırmaq formasıdır. Amma namaza çağırmaq, qardaşlar gəl namaz qılın. Qardaş gəl namaz qıl. Ana namaz vaxtıdır. Bacı namaz var. Bunların hamısı namaza çağırmaqdır. Lakin cümə günü necə namaza çağırıldı? Peyğəmbər s.ə.v cümələr qılıb da, xütbə verib, imam olub, Bilal onun müəzzini olub. Nətər çağırıb Peyğəmbər s.ə.v? Müəzzininə necə örgədib? Azanı. Aydındır. Bunlar hamısı, yəni sən nidanı get lüğətdə tap. Nida yəni çağırmaq. Nida ay Əhməd, Mahmud, Əli, Vəli, bunlar nida adamız. Namaza nida necədir? Desən ki, ey insanlar, namaza gəlin. Bu da nidadır, namaza nidadır. Bu sənin izahındır, düzdür? Bu sənin izahındır. Və əlimizdə Peyğəmbər sallallahu aleyhi ve sellemin izahı var. Sahabələrin izahı var. Elə belə seçim qarşısında qalırıqsa, elə onlarınkini götürək də. Onlar ən layiqdir götürülməyə. Sənin nisbətdə. Bir də deyirlər ki, namaz 2 rükətdir. İndi bunlar gedirlər məsəl üçün namaz qılmağa. Yaxşı, imam zöhrü qılıb 4 rükət. Sən necə sıxışdırırsan o 2 rükəti? Döyüş ayəsi var 2 rükət. Onu gətirib ki, namaz 2 rükət. O döyüşə aiddir, özdə silahla dolmalıdır. Məscidə görə hamı silahla girir. Allah deyir ki, bir dəstə silahını qoysun, o birisi qılsın, sonra o birisi çıxsın, o birisi girsin. Yəni, belə namaz görmürsünüz. Bunu dəlil gətirir, deyir ki, özdə Allah deyir, yer üzərinə çıxsanız, yəni cihada, döyüşə və düşmanlardan qorxsaz, qorxmasaz namazı necə də elə qılın. Bu döyüş vaxtında olan namazdır. Aydındır? Bax, bu belə. İkinci, o 2 rükətdir. 2 rükətdir buna görə. Yaxşı, Allah Teala deyir ki, səfərdə olsanız namazı qısaldın.
O 2 rükətini qısaldıb nə qədər eləyəcək? Yəni qısaldaq da namazı yaxşı. Səfərə gəlmişik biz 4-ü 2 qısaldırıq, düzdürmü? Sünnə də gəlib ona görə. Bu 2-yi nətər qısaldasan sən? Quranla izahını ver. Aydındır, bu zəlalətdir, azğınlıqdır. Allah hidayət versin. Bəli. Allah razı olsun. Sizdən. Aydındır ki, Quran amalı insanları hədislərdən uzaqlaşdırmaqdır. Bəli. Hədisləri Quranla müqayisə edəndə təbii ki, aydındır ki, dini biliyi az olan insanları hədəf kütləsi kimi tutub. Deyir ki, məsələn, filan hədis kitabı neçə cilddir, filan hədis kitabı neçə cilddir, Quran isə bir cilddir. Yəni, bunu sanki təzə İslamı anlamaq istəyən insan elə başa düşür ki, mütləq bu hədisləri oxumalıyıq, sonra Quranı oxumalıyıq. Məgər bu belədirmi? Yox, hələ deyil təbii ki. Hələ deyil təbii ki. Onu oxuyur müəyyən qism insanlar, alimlər. Aydındır. Allah da deyib ki, get alimlərdən soruş. Aydındır. Bilirsiniz də qardaşlar, bunların bəziləri var Türkiyədə. Hədis inkarçısıdır. Qurana təfsir yazır. Təsəvvürünüzə gətirirsiniz. Yəni hədis inkarçısıdır. Qurana təfsir yazır. Yəni özündən nəsə yazılsa da təfsir. İndi Elhamdülillahi Rabbil Ələmin həmd aləmlərin Rəbbinə məxsusdur. Sözündən nəsə izah eləyəcəksən. İzah eləyəcək. Ya qardaş, neyin demək sənin izahı? Elə izaha ehtiyac varsa onda İbn Abbasın izahı, İbn Məsudun izahı səndən yaxşıdır. Ya eləməyəcəksənsə onda buraxırsan Quranı insanların ağıllarına. Yəni hələ kim necə istəyir başa düşsün. Yox, sən kim başa düşməlidir? Yəni özünə dəvət edirsən. Onda elə səndəndirsə elə dediyim kimi onlar daha xeyirlidir. Başa düşülmək üçün. Aydındır? Bu deyir ki, gəlin mənə qulaq asın. Bunların məqsədi odur ki, gəlin. Çünki avamları şey eləyir, dəvət eləyir. Avamlara çatdırmaq istəyir nəsə. Bilməyənlərə. O insana yalnız bilməyən tabi ola bilər. Bilən insan heç vaxt tabi ola bilməz. Bilən insan heç vaxt tabi olmaz ona. Heç vaxt. Mümkün deyil. Mümkün deyil. Biraz başı çıxan. Biraz başı çıxan. Təsəvvürə gətirirsən. Bir kitabdır. Gətirib vermirsən Azərbaycan dili bilənin birinə. Məsələn, tip kitabı. Oxuya bilir az-az. Oradan nə versin oxuyacaq. Başa düşüb izah eləmək həkimlərə aiddir. Həkimlərin də hamısı yox. Hamısı hər kitabı izah eləyə bilməz. Elə kitab var ki, ona elə həkim var ki, deyə qardaş, bu bizim bir dənə professor var, ona vermək lazımdır. Deməli, yəni izah eləmək əhlinə qayıdır da, əhli onu izah eləyir, şərh verir. Aydındır, Allahın kitabı da belədir. Biz sənin üzərində zikri nazil etdik ki, onlara nazil olanı izah eləyəsən. Aydındır? Bəli. Var yenə sual verin. Mövzudan kənar suallar verir. Yer yaxşı. Qardaş soruşur ki, azansız, iqaməsiz namaz qıla bilərikmi? Azansız, iqaməsiz namaz. Azan, yəni iqamə verməsə heç nə olmaz. Bilməsə və yaxud da iqamə verməyib heç nə olmaz. Amma azan barədə ixtilaf var. Azan barədə ixtilaf var. Yaxşıdır ki, yadındadırsa verəsən. Xüsusən də cəm hal varsa, 3-dən, 2-dən çoxsansa, ver azan. Amma yerdə qalsan ki, meçiddəki azan eşidilir. Orada azan vermir, verdi də azan. Aydındır? Bəli. Namazın vaxtına az qalır. Dəstəmaz alsan vaxt çıxacaq. Bu zaman təmin edib... Yox, dəstəmaz al. Dəstəmaz al, hətta vaxt çıxsa belə. Mən vitri daim qılıram. Bir dəfə qılmam. Ya bu doğru görüşdür. Başqa cür deyənlər də var. Doğru görüş budur ki, dəstəmaz al namazı. Və qüsul al namazı sonra. Bəli. Namaz çıxırsa. Hətta. Mən vitri daim qılanam. Bir dəfə qılmadım. Onun qəzasını etməliyəm. Qıl edə bilərsən, cüt. Yəni 3 qılacaqdınsa 4, 1 qılacaqdınsa 2, 5 qılacaqdınsa 6 belə. Yəni 2 duha namazı kimi. Bəli, və duha vaxtı. Dəstəmaz alan zaman səhvən əzaları 3 dəfədən artıq yusam. Heç nə olmaz. Səhvən heç nə olmaz. Azan verildiyi zaman mən azanın ortasında gəlmişəm. Bu zaman əvvəlki zikirləri etməliyəm. Yox, hardan eşitmirsən oradan. Namazın vaxtı daxil olub biraz gec qılmağa başladım. Onda azan versəm, verməsək olarmı? Yenə mövzu qayıtdan. Çoxsuzsa verin. Tək özünsənsə birbaşa iqama verə bilərsən. Məscidə cənazə gətirilir və onu tanımırıq. Bu halda cənazəni araşdırmaq lazımdırmı? O ibadət əhlidir. İbn Teymiyyə rahimehullah deyir ki, məscidə gəlibsə müsəlmandır. Məscidə gətiriblərsə bu yahudi deyil də, cuhud deyil, nə də xristian deyil də. Məscidə gətiriblər müsəlmandır da. Məscidə müsəlman gətirirlər. Məscidə nə gətirirlər? Əhli fətra.
Yəni müsəlmandır, qılın namazı. Allah insanların ağlı deyir ki, mən deyir Azərbaycan xalqı müsəlman görürəm. Deyir amma tanıdığım müsəlmandan başqa hamısı əhli fətradır. Təsəvvür edin, İslam ölkəsi, yəni müsəlman ölkəsi iki şeylə bilinir. Bir də deyir ki, yer üzərində şəriətlə hökm verən yer yoxdur. Dünyada. Seyyid Qutubdur. Seyyid Qutubun kitablarını belədir. Deyir ki, mən amma Azərbaycan xalqını müsəlman görürəm. Həm də deyir, əhli fətradır, tanıdıqlarım istisnadır. Azərbaycanda 10 milyon əhali var, qardaşlar, düzdür? Bunun bir neçəsini çıxaq, biraz Nəsrani var, biraz da Yahudi var. Qalan belə salamat cəmaatdır. Avam da olsa bəziləri. Sən bunların içərisində, bu 10 milyonun, tutaq ki, məsələn, 9 milyon yarımının içində neçəsini tanıyırsan? Şəxsən. 100 min. Az çox da, tadarkalar var. 100 min, hədiyyə edirəm. Yaxşı, bu 9 milyon nə oldu? Əhli fətra. Çünki tanımırsan, deyir ki, tanımadığın bir Azərbaycanda cahil, küfür və şirk eləsə, biz ondan əhli fətra kimi, nə müsəlman? Və deyir ki, mən Azərbaycan xalqı müsəlman görürəm. Ölkə iki şərtlə əsasən müsəlman görülür. Bir əhali müsəlman olsa, bu da bunu görmür belə. Bir də ki, şəriətlə hökm versə, bu da deyir ki, şəriətlə hökm verən yer yoxdur. Və deyir, şey görürəm, müsəlman görürəm. Sözün qabağı ilə arxası düz gəlmir. Hələ başqa şeylərdən danışmırıq. Aydındır. Bəli, gəlsə məsciddə biz namaz qılırıq ona. Bir dənə sual vermək. Əhlən. Mən öz şeyimdən danışıram, o qohuma görə olarında. Mənim bir qardaşım var, ona çox namaz qıl. İnsanı rahatlaşdıran pul. Allah yox, yəni o yox, pul yox. Həm də gəldi dünyasını dəyişdi, onsuz da meçid apardı. Buna cənazə qılınmalı mı yoxsa? Bilirsiniz necədir? Ver. Təkrar. Qardaş deyir ki, mənim bir qohumum vardı. Deyirdim namaz qıl dedi ki, vəbşə hamısı hər şey puldur. Mənə lazım deyil heç nə. Və öldü, məscidə gətirdilər, namazını qıl. Bilirsiniz, bəzən biz əslində o sözlə o deməkdə o kafir oldu. Çünki ola bilər bezdirmiş ya, namaz qıl, gedişindən belə deyil də, yəni. Lazım deyil. O demək deyil, hökm eləyə kafirdir. O demək deyil. Aydın onu qəzəblənə deyibsə, yəni deyibsə, mənə da bir də demə də, yəni belə. Belə deyibsə, bu küfür sözdür, lakin sahibi dindən çıxmır. Amma etiqad eləyib deyibsə ki, din boş şeydir, belə, aydındır o. Etiqad qəlbdə olur. Ləfsdir o. Biz əhl-i-sünnə vəl cəmaə ayırırıq. Etiqadı küfründən qovluk. Yəni Qaynatan deyir ki, mən xristiyanam. o heç, o sağ olsun. O xristiyan. Sallallahu aleyhi və səlləm. Elə qirayətdən deyirdi ki, Şiraşədə... Xristiyan da, məsələn, mən... Amma qayıdıq deyirdi ki, nə deyirdi Allah? Sallallahu aleyhi və səlləm, sən get, mən də gəlim, istəyəcə eləyib. Əgər elədirsə, eləsinin cənazəsində durmursan. Ehtiyat edirsən. Hökm eləməsən də ehtiyat edirsən. Məsələn, Misirdə mən oxumuşam da, Misirdə məsələn var idi, Misirlə bizdən 10 milyon da xristiyandır, 90 milyon müsəlmandır, 10 milyon. Hərdən çıxırlar saqqallı zat, mən bilmirdim. Salam aleyküm, aleyküm salam. Xristiyandılar, bilmirdim. Və ya məsələn, uşaqların adını qoyurlar Məhəmməd. Xristiyanlardır, yəni elə görüblər. Yəni bilmədən heç nə, bilmirsə belə heç nə olmaz. Amma bilirsə və etiqad eləyirsə, deyirsə mən xristiyanam da, nə deyir ona? Allah kömək olsun. Xristiyandır, kafirdir də. İnkarla deyirsə, problemdir. Biz onun cənazəsində ehtiyat edib durmuruq. Desə ki, mən xristiyanam, heç durmuruq. Amma belə küfür sözlər işlədib, dinlə istehza, peyğəmbərlə istehza, ölsə cənazəsində durmuruq. Yəni hökm eləmirik kafirdir. Hökm hüccətdən sonra olur. Bizə görə, əhl-i-sünnə və cəmaə görə hökm hüccətdən sonra olur. Hüccət, yəni hər adam çatdıra bilmir. Hüccət ayrı şeydir. Hüccət ayrı şeydir. Söz desəm olar. Əhlən. Hədisi Qüds kitab var, bir dənə rafizlərdən desəm. Onlarda, həmən o kitabda, mən o vaxt onlarla namaz qılanda o kitabı oxumuşam. Orada 40% hədisə rəvayət edilən Tirmizi. Yox, mən sizə deyirəm. Kitabların çoxunda şiələrdə əhl-i-sünnə hədislədir. Prosta raviləri çıxardıblar Əbu Hüreyrə, Əbu Səid əl-Xudri, hamısını çıxardıblar. Qoblər Cəfər Sadiq belə dedi.
İmam Baqir belə dedi. Sənət də yoxdur. Sənətlər əhl-i sünnədədir. Prosta yazıqlar baxıblar ki, sənətləri yoxdur. Özləri sənət tapa bilmirlər axı. Hədisləri saxlayırlar, nəfslərinə uyğundur. Görürsən, məsələn, 12 imamlığı ispat eləmək üçün Buxaridən hədis gətirir. Necə ensiklopediyaya gedir o, elə. Bəli. Bitir. Nə qədər qalıb azana? Hə, 15 dəqiqə vardı. Azana hələ. İqamə ya. 5 dəqiqədən sonra Tamam. Məç fərq yox. Ver. Körpənin göbəkdən kəsilən ətini və həmçinin sünnət olunan zaman o hissələri bastırmaq şərtdirmi? Yəni yaxşıdır ki, torpağa bastırasan. Məsələn, bəzi alimlər deyir ki, bu dırnağı tutmaq, tutub neyniyək? Məsələn, İbn Ömərdən gəlirdi ki, torpağa bastırardı. Hədis yoxdur əlimizdə bir şey. Alimlər deyir ki, madam ki, ixtiyar sənin əməlinlə İbn Ömərin əməlində qalırsa, İbn Ömərinki daha yaxşıdır. Çünki o vəhyin nazil olmuş yerə, kişiyə, peyğəmbərə yaxın olub. Onun elədiyi səndən daha yaxşıdır. Yaxşıdır ki, torpağı bir yerdə, həyətdə bastırasan. Bəli. İndi birdən biri zibilə atsa, yəni demirik ki, nəsə günah bir şey elədir. Yaxşıdır ki, Qardaş soruşur ki, bir adamla ticarət edirdim, ona beh verdim ki, ev alsın. Yəni ev altında ona beh vermişdim. Nəsə ticarətimiz alınmadı və danışdıq ki, behin yarısını qaytarsın, yarısı da onda qalsın. bəli. Hal-hazırda o yarısını qaytarmır. Bu halda mən nə etməliyim? Yarısın sənə borcludur. Bəli, qorxtunuyum, mən neyini qaytarsın? Yəni, qaytarsın da. Mən qaytarmır deyim, mən neyini bilərəm yəni. Allah qardaşa kömək olsun, qaytarsın. Qardaşdan xahiş edir ki, qardaşın borcunu qaytarsın. Qonşumdur Andrey. Sabahsı gün ölür. Dəqiq deyə bilərəm ki, o cəhənnəmdir. Yox, dəqiq bizim yox. Yox, xristiyan kimi ölübsə kafirdir. Yəni dəqiq deyə bilərəm ki, cəhənnəmdir. Bəli, xristiyana dəlillər çatıbsa filan, hə, kafirdir o. Bəli. Hökm verə bilərəm, vaxtda. Hökm verə bilərsən. Hökm verə bilərsən. Yəni, xristiyansa, o cür ölübsə, İslam ona bəyan olubsa, rədd edibsə kafirdir. Salam. Bəli. Yəni, İslam ona çatmasa da, onu kafir kimi yola salırsan, ha? Ahirətinə hökm eləmək üçün bəyan məsələsi. Son zamanlar belə bir söhbət gəzir ki, saqqaldan götürən elm tələbələrinin dərslərinə qulaq asmaq olmaz. Şeyx Fovzanın bu haqda fətvası var. Ya bu düzgünmü, belə bir fətva varmı? Şeyx Salih Əli Şeyx var. Şeyx Salih Əli Şeyx, Allah şeyxi qorusun. Şeyx Salih Əli Şeyx var, Hafizahullah. Saqqalından götürür, Şeyx Fovzan onu elm əhli sayır. Alim sayır onu. Onunla görüşür. Aydındır. Yəni şeyx demək istəyir ki, yəni elm tələbəsi götürməsin saqqalından belə. Təbii ki, oradan söhbət 4 barmaqdan gedir. 4 barmağa qədər götürə bilər. Yəni onlar başa düşməyiblər Şeyx Fovzanı. Allah hidayət versin. Yaxşı, Allah razı olsun. Salam aleyküm.